Salamlayıram sizlərə, mən şəxsiniz Heydər Hüseynli. Fan klublar arasında keçirilən mini həvəskar turnirdə hər birinizi xoş gördük. Fenerbahçe, Bakı və El-Hilal komandaları qarşıdurmasını izləyəcək. Oyun başlamadan öncə gələn heyətlərlə sizləri tanış edək. Qapıda bir Fenerbahçe, Bakı komandasının heyətləri belədir. Qapıda bir İlkin, İbrahim, Fərib Beybutov, Namiq Salayev, Xətay Ramazanlı, Cavid Balarıza, Ceyhun, Tural, Eyüp Vahidov, Asim. El-Hilal komandasının isə heyətləri belədir. Qapıda 1 Cəmil, 7 Dəmir, 22 Tural, 10 Orxan, Şükür, 13 Kamran, Kənan, 17 Bayram, 14 Rufin. Ənəvi olaraq qırmızılı qaralı formada Fenerbahçe Bakı komandası, göylü qırmızılı formada isə El-Hilal komandası meydanda mübarizə aparacaq. Artıq hakimin də start fiti səsləndirilir. Hər iki komandalara uğurlar arzulayır. Ümidvarıq ki, bol qollu, haqlı, ədalətli, gözəl bir maç bizləri gözləyir. Hazırda El-Hilal komandası topladır. Şükür Hüseynov. Qalşiper ilə oynadı. Cəmil yenidən Şükür. Təzyiq var irəlidə ona qarşı. Lakin sağcılığa ötürməsini çatdırır. Kamran zərbə indirir və ilkin dəf etdi. Qaydan topa isə zərbə qeyri-dəqiq alınır. Bir növ turun mərkəzi qarşıdurulması da adlandırmaq olar ikinci turu. Hər iki komanda kifayət qədər yaxşı heyətə malik komandalardır. Qaptan zərbə ilə Qalkiper ilkin topu oyuna daxil etdi. Salayevlə oynayır. Uzun diaqonal ötürmə Asim istiqamətində ünvanına çatmadı. Out. Xətən Tural topu meydana daxil edir. Qapısı ilə oynayır Cəmil. Yenidən Tural. Sağ zona istiqamətində top itkisi var. Salayev keçə bilmədi rəqibini. Kamlarından pressing davam edir. Kənan 2 dəfənin atəsindən çıxır. Hüseynov. Cəmil. Sol zona Tural. Son toxunuş Bayramdan olur. Salayev. Boşluq axtarır ötürmə etmək üçün. Sağ zona istiqamətində Eyüp Vahidov və out. Namiq. Salayev. Kənan uzaqlaşdırmağa çalışırlar müdafiədən. Öz zınahı ilə oynadı. Bayram. Qarşısında Asim var. Son toxunuş Asimdəndir, out. Turalın zərbəsi qapının üzərindən keçir. Namiq Salayev. Sağ Vahidovun zərbəsi korner. Salayev. Namiq Salayev top qapı tilində meydan tərk edir və toxunuş var hakim bir qapısına. Salayevdən daha bir zərbə və out. Kənanla top meydanı tərk edir. Asim. Qapısı ilə oynadı İlkin. Əşləsə doğru. Təş toxunuş ötürmə gəldi İbrahimdən. Yaşar Balarıza! Balarıza. Balarıza qaydan top Vahidov və Cəmil. Hər iki cəhdində uğurludur Əhsən. Yaxşı oynadı qapıda. Salayev. Namiq qapının üzərindən keçir. Hüseynov. Təzyiq aramsız davam edir Fenerbahçe Bakıdan. 2 Balarıza. Keçmədi ötürmə Kamrandan. Namiq. Sol zona Vahidov. Alınmalı ötürmə.
Diagonal ötürmə Kamran tərəfinə qarşılanır. Kənan başını qaldırdı. Yaxın küncə zərbə qapıdan yan keçir. Salayev, Solzan, İbrahim. Qarşısında Şükür Seyrov var. Keçdi bir rəqimini, ikinci rəqimini kəsə bilməyə Tural Əksum əmnəsi. Hilaldan gələcək. Zərbə. Hop, hop, hop. Ötürmə idi bu. Ötürmə idi. Balarza. Vahidov. Uzaqdan zərbə, blok gəlir. İkin. Dafiə arxasına doğru ötürmə. Başla içəriyə doğru Şükür Seynov. Uzaqlaşdırır, out. Namik Salayevin zərbəsini Cəmil yenə də dəf edir. Əşsüm əmləsi Hilaldan. Bir qədər çətin mövqədədir Kamran. Vahidov qazandırır topu, amma təzyiq davam edir. Balarza. Dasim. Sağ znaqlı oynadı. Salayev ötürməsi keçmir, out. Dəfə isə out Hilal yerinə yetirəcək. Hüseynov yenidən qalkiper ilə oynayır Cəmil. Şükür. Dafiə arxasına ötürmə, boşla zərbə. Qeyri dəqiq oldu. Azazıq dəqiqliyi çatmalı Bayramın zərbəsində. Gel bir daha. Balarza. Ara ötürməsi Kənan istiqamətində qarşılandı. İkin. Asim. Balarza ilə oynadı. Balarza öz mövqeyi istiqamətində İbrahim və Cəlildən müdaxilə var. Out. Asim. İki. Zərbə mövqeyi axtarı ötürmə etdi. Balarzadan ötürmə gəlir, amma Vahidovun zərbəsi azazıq. Qeyri dəqiq olur. Bayram. Keçdi bir rəqimdə tek bir epizod. Bayram. Qapısında keçmişdi əslində, amma bu meydanda saxlaya bilmədi. Vahidov. Üstünlük prinsipini əməl edir hakim. Vahidov. Vahidov. Blok gəldi. Türməyə. İbrahim. Sağsına paralel ötürmə Asim. Namik. Salayevin ötürməsi keçmir. Əksüm əmrəsi Kənan. Baxır qapıya. Zərbə qapıdan yan keçir. Asim. Solzan İbrahim. İbrahim. Amma Balarza zərbə indirə bilmədi. Kənan. Qayda pozuldu Kənana qarşı. Vaxtı var. Cəmil. Solzana. Tural. Qayda pozulur ona qarşı. Keçmə. Apar. Out.
Qapısı var. Uzun cəqə ötürməyə Kənan. Yox, itirir topu Əksüm Əmrəsi. Fənərbağça başdan. Asim. Vahidov. Eyyob, blok gəlir zərbəsinə. Misal yeni etilir. Asim. Kənar qarşıladı ötürməni. Tural. Bayram. Ram edə bilmədi. İmkan vermədilər onun topu ram etməsinə. Arıza. Asim. İkini də qoşur oyuna. Edə Asim. Salayev. Vahidov. Edən Asim. Namik Salayev. Hərkəsi doğru İbrahim. Yenidən geriyə qayıdır Asim. İbrahim. Kənan topu kornerə yollayır. Asıma gəldi. Gəlişinə zərbə Asimdən yan keçir qapıdan. Bir qədər də time-out ayrılır qısa fasilədən sonra yenidən birlikdə olacaq. Time-out yekunlaşdı, yenidən oyuna davam. Cəmil. Uzun ötürmə Asim qarşılayır. Əksüm əmləsi İbrahim. İbrahim aşırma zərbə və gol! Hesabatçılar maçın 12-ci dəqiqəsində İbrahim aşırma zərbə ilə topu torla qovuşdurur. Fənərbağça Bakı 1, Əl-Hilal 0. Kim oynayır? Vahidov. Topu saxlamıyoruz başına. 2. Sazın Salayev. Salayev öz cinayət istiqamətini ötürmə. Vahidov. Yox. Çatda bilmədi özünə. İbrahim. Maçda dəş qolun müəllifi ötürmə edir Asim. Salayev. Yenidən top. Fənərbağça Bakı komandasına qalır. Kömək Dəmir tərəfinə qarşılanır. Asim. Sağzına İbrahim. Asim. Salayev. Diagonal hava ötürməsi müdafiənin arxasına, amma çata bilmədi İbrahim. Orxan. Kənar. Daha doğrusu Tural idi bu. Salayev ondan topu alır. Vahidov. Balarıza. Qapısına ötürmə gəlir İlkin. Yanında Asim. Salayev. İlkin. Edən Namiklə oynadı. Sol uzuna paralel ötürmə Asim. Out. Asim. Vahidov. Qapan ötürməsi Balarzadan tək toxunuşdu Asim istiqamətində. Yenidən Balarza. Keçdi bir rəqimi də Balarza. Balarza ötürmə və gol! Dubul gəlir İbrahimdən. Dubul gəlir Fənərbağçalılardan. Xan.
Salayev qarşılayır. İbrahim. Salayev yerdə belə olsa mübarizəni davam etdirir və faul. Namik. Sağ-sağa Eyüp. Eyüp'ün ötürməsi Orxandan keçmir. Kənan sağ-sağa ötürmədə. Tural pauz etdi. İşte axtarır, bir yerə çətin mövqeydədir. İtirir topu. Ötürmə və Kənan zərbə mövqeyi axtarır. Kənan və ikindən gözəl refleks gəlir. Namik Salayev. İki. İşte sonra Vahidov. Asim'le oynuyor. Eyüp. Salayev Cəqan ötürmə qarşılandı. Dəmirin ötürməsi isə ünvansız alınır. Qaptan zərbə ilə top oyuna daxil oldu. Namik Salayev. Fərib Beybutovla oynuyor. Kimsə davam deyir, heç bir qayda ponçu yoxdur. Diagonal ötürmə. Keçmədi Rufinlə. Orxan. Və faul qərarı gəldi. Bu dəfə İbrahim Orxana qarşı qaydanı pozmuşdu. Cəmil. Dəmir. Cəmil. İtirdilər topu out. Vahidov. Vahidov qarşısında Rufin var. Sol uzuna ötürməkdir Rasim. Kənandan pressing var ona qarşı. İlkin. Asim, Eyüp. İlkin. Vahidov. Namik Salayevin tək toxunuşda ötürməsi yaxşı alındı Asim. Tamamilə geriyə çəkilirlər İlkin. Eşəzə Asim. Turaldan uzun ötürmə Asim qarşıladı. Fərib Beybutov. Beybutov ötürməsi keçmədə Əksüsü Məmləsi Əlilal komandasından yox baş tutmur. İndi isə Fenerbahçe Bakıdan gələcək. Yazlıqda yaxalanıb müdafiədə. Zərbə dirəkdən qayıdır. Müdafiədən yaxşı çıxdılar. Rufin. Kənan oynuyor. Kənanın zərbəsi və İlkin. Yaxın üçüncü tamamilə bağladı. Dəmir qüvvətli zərbə idi amma yerdə qalındı. Asim. Şiferil oynuyor. Eyüp. Sol uznaha. Salayev. Vahidovun yeni önünə doğru pauza edir Eyüp Vahidov. Sağ uznaqda yenidən Salayev. Fərib Beybutovla oynuyor. Beybutovun ötürməsi keçmədi. Qaydanı pozur Namik Salayev. Rufi. Orxanla oynadı. Orxan. Salayevdən keçmir ötürmə. Orxan. Dəmir. Ötürmə qarşılandı. Vahidov, yanında Xətay Ramazanlı, out. Asim.
Çin. Sağ Salayev. Vahidov yaxşı fikirləşdi. Eyüp Vahidov və Cəmil dəf edir zərbəni. Kənan 2 nəfərin atəsindən çıxa bilmir. Xətay Ramazanlı, Fərib Beybutov. Ramazanlı alınmadı buraydı. Ramazanlı, Xətay və yaxın küncdə qalkiper qarşılayır. Cəmil. Tural. Öz cinahı ilə oynadı. Bayram. Dəmir. Orxanla oynuyor. Yenə çətin mövqedədir Orxan. Çıxa bilmir oradan. İtirdi də topu. Beybutov. O da itirir. Bayram. Rofinin zərbəsinə blok. Əmir geriyə çəkilir. Tural. Sağ. Rofin. Toxunuş var və korner. Türmə gəldi. Tural gəlişinə zərbə qapının üzərindən keçir. Salayev. İçin. Eyüp. Edə İçin. Sağ ötürmə Xətayı. İsmir ötürməsi, Əksüm əmrəsi baş tutacaqmı? Eyüp Vahidov. Yanlıq dayandı Əl-Hilal komandası. Salayev. Namik. Ötürmə qarşılanır Tural tərəfinə. Əksüm əmrəsi Əl-Hilaldan gələcək. Tural. Ax, rəngidlər. İtirdilər topu da. Salayev. Davan ötürməsi Asimə. 2. Mərkəzdə Vahidov. Müdafiədən yaxşı çıxdılar. Sağsına ötürmə. Fərib Beybutov. İndi Eyüp'lə oynuyor. Eyüp blok gəlir zərbəyə. Beybutovun da zərbəsinə toxunuş var. Korner. Asim. O da tamamilə yenə də geriyə çəkilir. Fərib Beybutov. Asim. 2. Türmə. Çox yüksəkdən alındı. Out. Beybutov. Xətayı. Türmə içəriyə doğru. Qapısı topu tutdu. Kənan. Out. Salayevin ötürməsi Asimə. Rəqibini öz üzərinə Türmənə də etdi. Əksüm əmrəsi görə baş tutacaq ama Rofin baxdı qapıya. Rofin ötürməsi keçmədi Asimdən küncdən zərbə. Olan deyir hakim, Əksüm əmrəsi yaranır. Xətayı, Ramazanlı, bir reytdə gəlir, Xətayı və gol! Və vara müraciət olunacaq az öncəki epizodda görə. Və vara baxıldıqdan sonra gol ləğv olunur və Fenerbahçe baş komandasının qapısında penalti təyin olunur. Fərib Beybutov cərimə meydan sahəsinin daxilində əllə oynamışdı hakimin fikrincə. Topun gerisinə baxa görə kim keçir? Orxan penaltini yerinə yetirəcək.
Gəldi. Orxan yaxınlaşır. Zərbə və gol! 2-1. Orxan ilk hissənin sonlarında hesab fərqini minimala indirir. Və beləliklə ilk hissəndə final fiti səsləndirilir. Birinci hissədə sizinlə mən idim şəxsində Seydər Hüseynin növbəti hissədə görüşmək ümidilə hələlik deyirəm. Yenə hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsinin də start fiti səsləndirilir. Bir daha uğurlar arzulayırıq hər iki komandaya növbəti hissədə. İlk hissənin nəticəsini xatırlatsaq əgər, Fenerbahçe Bakı komandasına 2-1 hesablı minimal üstünlüyü var Əl-Hilal komandası üzərində. Beybutov, sağsına İbrahim. Vahidov, taban ötürməsi İbrahimin zərbəsi Cəmildən refleks çox yaxşı alındı. Arza. Nasim. Bir qədər saxlayırlar. Cəmil. Ne oldu? Az öncəki epizodda bir qədər zədə alır. Arza. Asim. İleriye doğru ötürmə. Vahidovun ötürməsi keçmədi, Turaldan out. İbrahim. Asimlə oynadı. Sağ Namik Salayev. İntən Asimlə. İbrahim. 2 qolu var bugün İbrahimin. Hazırda maçı bu dəqiqələrində qəhrəman qismindədir. Əks-hücum əmləsi Əl-Hilaldan Kamran. Çətin mövqedədir. Ən pis halda korner qazandırır komandasına. Asim. Özünü ayrı oynadı. Balarza. Keçə bilmədi bayrama. Out qazandırır bayram komandasına. Cəmil. Kamran. İran fırlana bilmir. Faul. Qayda pozulub. Bayrama qarşı. Vahidov qaydanı pozmuşdu. Səhv etmirəmsə. Tural topun gerisində bir nəfərin ibarət canlı səhət qurulub. Gəldi. Tural yaxınlaşır. Qapıya doğru zərbəyi Vahidovdan top meydanı tərk edir. Out. Digər cənahdan out yerinə yetirəcək Əl-Hilal. Cəmil. Orxan. Davan ötürməsi yaxşı fikir idi. Tural. Bayramın önünə doğru ötürmə. Keçmir. Out. Outla davam edəcəklər. Nədən Tural. Qarşısında Vahidov var. Tural. Ötürməyə qarşılandı. Top meydanda qalır. İbrahim. Out. Cəmil. Yanda Tural. Kamran. Kamran itirir topu. Əks-hücum əmləsi Fenerbahçe'dan gələcək. Vahidov yaxşı reydə alındı. Vahidov. Yax. Balarzanın gerisinə doğru oldu ötürmə. Bizim futbolumuz oldu. Sen bundan geçsin futbola bak. Cəmil. Orxan. Dafiyan arxasından planlaşdırmış ötürmə Asim başla qarşılayır. Top meydanda qalır. Davam.
Balarza sol uzun aparıyla ötürmə gəlir. İbrahim içəriyə doğru ötürmə. Vaydovun davanla zərbəsini cəmi dəf edir. Əksuma çıxmaya çalışır Əlilal komandası. Üstünlük prinsipinə deyəsən əməliyyətdə. Hakim Orxan Reydi yaxşı alındı amma diaqon ötürmə keçmədi. İbrahim keçdi bir əqbini. Zərbə qapıdan yan keçir. Xettrikə çox yaxın idi. Kamran başla ötürməyi kim başlayır. Salayev Vahidovu yaxşı fikirləşmişdi. Gözəl idi ötürmə amma Vahidov toxunuş edə bilmədi. Tural Kiper ilə oynuyor. Cəmil mərkəzə doğru. Daha doğrusu Bayramdovu taban pası. Orxan yeniden Bayram. Qəbul edə bilmədi topu. Qaptan zərbə ilə top oyuna daxil olacaq. Asim. Türmə mərkəzə. Vaydov. Canondan pressing var İbrahimə. Out. İkin. Mərkəzə doğru Eyüp. Vaydov sahasına tavalarsa. Ötürmək içəriyə doğru zərbə. Hop. Goalkeeper yenə də yaxşı oynayır. Dəf edir zərbəni Cəmil. Kritik sev idi. Bir asma gəldi. Tural qarşıladı. Əksüm əmləsi. Kənan. Almalı bu cəhdi amma İlkin yaxşı oynayır o da. İlkindən zərbə gəldi yan kəsdi qapıdan. Qapı boşdur. Tələsmək lazımdır. Qapı boşdur. Yox. Gelişlər. Kamran. Tural. Cəmil. Kamran ötürmə və out. Əmir düz verir pasları. Cəmil. Orxan. Yerdeyə götürmə olur. Namik Salayev. Salayevin zərbəsinə blok. Korner. Namik. Götürməsi qarşılandı. Tural. Orxan. Dafiyyədən çıxmağa çalışırlar. Bayram. Kimsə heç bir qayda pulumuzu yoxdur deyir. Eyüp. Balarza. Dafiyyədən çıxdı. Fənərbağça. Nədən qaydalar bir qədər geriyə. Eyüp Vahidov. Dəş toxunuşda ötürmə İbrahimdən sol uzun Asim. Nədən İbrahim. Asim. Balarza. İlkin. Gəzdirirlər topu meydanda. Salayev. Ötürmələrlə yaxşı çıxılan müdafiədən ötürmədə yaxşı aldı. İbrahim. Ay. Çox təhlükəli gəlmişdilər. Bu dəfə də aşırma zərbə amma Ursanlar Kamran və İlkin qapını bağladı üzünə Kamrandan. Güzel zərbə. Tural. Dəş toxunmuş ötürmə sağsına. Orxan. Axıra qədər mübarizə aparır amma top itkisi var. Balarza sağsına Eyüp Vahidov. Balarza. İbrahim'le oynadı. Yentə Balarza. Zərbə də indirir yan keçdi qapıdan. Zərbə və dirək. İçindən də müdaxilə var idi. Rufinin bu zərbəsindən sonra Balarza. Sağsına Vahidov. Eyüp Balarza. İstədiyi kimi zərbə indirə bilmədi. Rufin. Öz zınağını ötürmə. Bayram çata bilmədi topa.
Salayev. Sol sınacı yaxın ötürmə İbrahim. Geçsi Orxana. İbrahim blok. Blok qoyulur zərbəyə. Daha bir üçün zərbəsi. Maçda temp dayanmaq bilmir. Aramsız temp var. Salayev. Nami, qarşısına Rufin. Salayevin ötürməsi Vahidov. Asim. Balarza. Yine Asim. Salayev. Namik keçir biləyini ötürmədir Asimə. Ara ötürməsi keçmədə əksüm əmrəsi yox. Namik çatdırdı özünü dabanlı da ötürmədir Balarza ilə. Balarza. Out. Yerlərdə time-out'a ayrılırıq. Qısa fasilədən sonra yenidən birlikdə olacaq. Time-out yekunlaşır. Yenidən oyuna davam. Sağ hızdan ötürmə gəlir Orxan. Dəmir. Kamran. Orxan. Diagonal ötürməsi. Ay. Fin. Amma edə bilmədi istədiyi kimi topu. Asim. Çəkildi geriyə 2. Asim, Namik Salayev. Yenə də müdafiədən yaxşı çıxırlar. Salayev. Qapının üzərinə keçdi zərbə. Hüseynov. Kamran ötürməsi Cəmilə. Yenə şükür. Tək toxmuşdu Kamran. Hüseynov. Sərgəs salındı bir yerdə ötürmə. Güzel zərbə. Nami. İşin. Salayev. Diagonal ötürməsi Dəmir qarşıladı. Orxan. Qaydana pozur Asim. Orxan yaxınlaşır. Orxan zərbəsi məsələ Asimlə meydanı tərk edir. Rufin. Orxan. Yeniden Rufin'lə oynadı. Orxan. Diagonal ötürmə. Kamran. Çətin mövqedəydi, amma Kamranla meydanı top tərk edir. İkin. Balarza. Ara ötürməsə Beybutov'u fikirləşmişdi. Başa düşmədilər bir-birlərini. Falan zərbə. Kobot səhvə yol verilir. İbrahim ve gol! Hat-trick. Hat-trick. 3-cü gol. İbrahim Tatlıses musiqidə imparatordusa, burada meydanda isə hal-hazırda imparatorluğu edən məsələ Fenerbahçe komandasının heyətində İbrahim'dir. İçəriyə doğru ötürmə və gol! Poker! Poker imparatordan gəlir. Sanki səsimizi eşidib bir qədər də qaza gəlir. 1 dəqiqə 2 gol. Arda kasetləri buraxır İbrahim. Musiqi deyil də. Sözdə hərəkətləri ilə, reydləri ilə, qolları ilə o nə reyd idi. Qayda pozusuyla ancaq qarşısını aldılar.
Nami zərbə Balazadan qapının üzərindən keçir. Orxan. Şüseyrov. İbrahim. Geriyə çəkildi İlkin. Asim. Bir də İlkin. Asimlə oynayır. Sağ sana Beybutov. Beybutov itirdi topu. Dəmirdən ötürmə qeyrdəyə qalınar. Asim yenidən Fərib Beybutovdan tək toxmuşdu Asimlə. Sol zinatda Salayev. Salayevdən diaqal ötürmə Fərib Beybutov. Balarıza və gol! Qarşı almaz zərbə indirir. Uzaq küncə yerdə. 5-1 edir hesabı. Tural. Aynaman sağza. Kamranın zərbəsi üçüncü zərbə. Tural. Tural top itir. İbrahim. İbrahim. Alınmalı İbrahim. Alınmalı. Salayev. Bir qədər də time-out ayrılaraq qısa fasilədən sonra yenə də birlikdə olacaq. Time-out yekunlaşır. İndi oyuna davam. Bayram. Uzaq məsafədən zərbəyə blok qoyulur. Baydov. Tamamilə geriyə çəkilir. İlkin. Ceyhon, indi İlkin. Başla qarşılandı. Tural. İlkin oynadı. Cavid. Tural. İlkin. Cavidlə oynayır. Müdafiədən yenə də yaxşı çıxlar. Cavid. Öz istiqamətini ötürmə. Şürseynov tərəfinə qarşılanır. Faul. Bayram. Keçdi bir rəqmi. Bayram gecişdi. Çox gecişdi. Ceyhon. İlkin. Baydovdan solzuna. Üstünlüyə vermişdi hakim əslində. Vahidov. Ciddi görsənmir deyəsin zədəsi. Qalxır ayağa. Tural. Sağ Ziyəqan oturma Ceyhon. İlkin. Birdən Tural. İlkinlə oynadı. Vahidov. Dəmir. 2 nəfər nəhayətəsindən sıyrıldı. Kamran. Keçmədi Vahidovdan ötürmək üçün məmləsi Fənərbağçadan. Salayev. Vahidov fikirləşmişdi. Top itir. Kamran. Hüseynov. Uğursuzdu. Namik Salayev. Son dəqiqələr. Əsas 50-ci hissədə. Ceyhon.
Tural qarşılayır. Yenidən topu qazandılar. 3-ə 1 azlıqda yaxalanıblar. Amma out. İsmət ötürməsi Kamran. Dəmirin gerisinə doğru oldu ötürmə. Out. Salayev. Bugün hər şey elədi Salayev. Əlindən gələn elədi komandası üçün. Rəqibin oyununu da dağıtdı. Oyun da qurdu. Ümumiyyətcə, Fənərbağça başı komandasının oyuncuları əllərindən gələn elədilər və istəklərinə də nail oldular. 5-1 nəticəsi var hələ ki. Tural. Sağsına. Bayram yanında Kamran'la oynadı. İtirirlər topu. Tural, Tavik Salayev. Salayev qarşısında Tural var. Salayev'in qüvvətli zərbəsi qapının üzərinə keçir. Hop. Alt kazandırdı. Türməni qarşılayır qapçı. Rufin. Bu top var qarşısında. Alt. 2. Uzun ötürmə Vahidov. Başla ötürmə gəldi Cavidə. Eyranda saxlaya bilmədi topu. Bayram sıyrıldı bir rəqibindən. Solsuna ötürmə edir Dəmir. Zərbə mövqeyi axtardı. Ötürmə etdi Bayrama. Geriden Tural gəlir. Zərbəsi ilkin qaydan top yenə də ilkin. Yenə də ilkin hər iki cəhdə uğurludur. Tural. Mərkəzə Bebutov. Sol zantı Ceyhun. Dən fərqli oynadı. Ceyhun. Yakan ötürmə və Hüseynov da meydan tərk edir. Top out. Tural. Daha doğrusu Bebutov idi. Out. İkin. Fərid. Bir də ikin oynadı. Çıxa bilmədilər müdafiədən. Dəmir. Və sərbəst zərbə. Təhlükəli oyun Ceyhundan Dəmirə qarşı. Tural topun gerisində 2 nəfərin ibarət canlı səhət Beybutovla Ceyhunu görürük. Turalın zərbəsi canlı səhətdən. Yox, toxmuş yoxdur, yoxdur. Qaptan zərbə. Fərid. Beybutov. Beybutov itirir. Dəmir. Qayda pozuldu. Fərid Beybutova yaxşı. Beybutov qaydanı pozub. Bir anlıq elə bildim Fərid Beybutova qarşı qayda pozulub, amma Beybutov qaydanı pozub. Dəmir. Solcuna, Ulan Sötürməni.
Tural. Uzun hava, diagonal ötürmə Cavidə çatır. Son saniyələr 50-ci hissədə. Bəlkə də son hücum əmləsidir bu. Əl-Hilal komandasından. Tural. Bayram və üçüncüdən zərbə. Tural. Diagonal ötürmə keçmədi. Bayramdan taban pası Kamran və cərimə zərbəsi. 10 metrə qərarı gəlir. Faul limiti doldu. Gəlir. Tural və gol! 5-2 və beləliklə final fitilə səsləndirilir. 5-2 hesabı ilə Fenerbahçe Bakı komandası qələbə qazanaraq 3 xal aktivinə yazdırır. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizinlə mən idim şəxsinə Seydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.